Salam əzizləyicilər, bir dəqiqə bir sual videomuzda xoş gördük sizləri. Bu videolarda biz sizə son illərdə qəbul imtahanına düşmüş coğrafiya suallarının izahını veririk. Elə sualların birində bizə deyir ki, Yansızı çayının Volqa çayından fərqli xüsusiyyətlərini müəyyən edək. Yansızı çayının Volqadan fərqli xüsusiyyəti nə olar? Qarışıq qidalanma olmaz, çünki Yansızı ise musson yağışları ilə qidalanır. Bolsunluq dövrü Amudərya çayı ilə eynidir. Olar, çünki bunların bolsunluq dövrü yay ayları olacaq, Volqada isə yaz ayları. İkini götürərik. Dərəsindən məhsuldar torpaqlar hər ikisində mövcuddur. Yəni Volqa boyu da kifayətlər məhsuldar torpaqlardır. Tənzimlənmiş rejimə malikdir. Volqanın da üzərində su anbarı, bənd var. Yay aylarında bolsun olur. Bu olar, çünki Volqa əsasən yazdadır. Mənbəyi daha yüksək ərazidə yerləşir. Bu da olar, çünki Volqa belə baxanda düzənlik çayıdır da, çox da hündürdən başlanmır. Deməli, bu sualda doğru variantlar 2, 5, 6. Həmin o 2, 5, 6 ardıcılığı isə B variantında olacaq.